Mətbuatdan danışmaq çox asandır, mətbuatdan sual ünvanlamaq, müraciət eləmək asandır, amma meydandan mesaj göndərmək lazımdır və o mesajı göndərmək üçün qarşıda 90 dəqiqəsi var ən azından. Bugün Vaqif Cavadovun və Qarabağ oyuna başladı, dərhal topu itirdilər. Orada meydanın mərkəzində Sumqayıt Hamid Quluzadənin də cəhdləri topu aldı, amma top şeycə qədər gəlib çıxdı. Top gözləyir bir qədər geriyə ötürməz, Coşqun Diniyev. Richard, yenə Coşqun. Reynaldo geriyə düşüb, yarım müdafiənin mərkəzində indi mövqeyi. O mövqeyi odur, Miçel. Sarjant İlqar Qurbanov yaxşı boş mövqedəydi və indi topu qəbul etdi, onun qapı qarşısına ötürməsi və orada uzaqlaşdırdı topu. Seymur Əsədov. Seymur Əsədov, o da azalda. Yaxşı oyunu nümayiş etdirmişdi, Nisə Richard Almeyda. Hesab açmaq olar. Dani'nin zərbəsi və Fərhad Vəliyev. Çox gözəl epizodda, çox yaxşı epizod ödü Dani üçün. İdeal ötürməli, ideal, xüsusən ötürmə çox gözəl ötürməlidir. Orada indi epizod ekana baxmaq lazımdır. Dino Glovu ilə səhv eləmirəmsə orada müdafiəçini aparan. Baxın necə apardı orada. Almeyda və bomboş. Fərhad Vəliyev əlbəttə ki, layiq olduğu qiyməti vermək lazımdır. Hər nə qədər top üstünə gəlsə də yaxın məsafədən vurulmuşdu bu zərbə. Belə vəziyyətdə ayaqlarının arasından da qapı çarpı buraxa bilər. O qədər sürətli top gəlir ki, o qədər qüvvətli gəlir ki, yəni qapıcı özünü itirir. Biraz intriqan saxladı bu qol. Bəlkə də erkən top oyunun gedişinə mənfi təsir göstərəcəkdir. Canlı sədd qurur Fərhad Vəliyev. Təbii ki, qapı qarşısına ötürmə olacaq oradan. Qapıya zərbə vurmaq çox çətin məsələdir. Uşaq ötürmə. Hesab açılır Miçel. Miçel belə vəziyyətlərin ustasıdır Miçel. Yəni ondan belə qol gözləməyə dəyər. Sumqayıtın alını əlbəttə ki, acımaya bilmirsən. 42 dəqiqə deyərdim ki, aslan kimi müdafiə olundular. 2-ci dəqiqədə Qarabağ nəhayət ki, istəyilə çatır. Yəni böyük komandaların fərqi budur. Təbii ki, ustalıq səviyyəsi. Ustalıq səviyyəsi budur. Yanında müdafiəçi var, Azər Salalı. Dəfələrlə bəlkə də Qarabağda olarkən sparinglərdə elə bir yerdə oynayıb ona qarşı. Amma saxlaya bilmir. Dani'nin ötürməsini də qeyd etmək lazımdır. Düz cəlmə meydançasının mərkəzinə, qapıya hərəkətlənən, trayektoriyaya gedən top. Çox çətindir burada müdaxiləmək. Bir toxunuş bəsdir ki, top qapıdan keçsin və Miçeldə həmin o həll edici toxunuşu eləyir. Sən sonlarında Qarabağ hesabı açdı. Və baxaq görək, bu gol Sumqayıtı sındı. Barəti görək, bundan sonra Sumqayıt necə oynayacaq. Vurğun Hüseynov sağ cana ötürdü topu. Miçel 42-ci dəqiqədə hesabı açdı və görək. Əsas məsələ odur ki, Sumqayıt bundan ruhdan düşməsin və əvvəlki kimi mübarizə apara bilsin Qarabağa qarşı. Reynaldo sol cantı topu qəbul etdi. Reynaldo sürətli irəliyir, ötürməsini verdi. Daşdəmirov qapı qarşısında ötürüb olacaq. Daşdəmirovun ötürməsi. İlqar Qurbanov bir başına bir zərbə. Bax belə. Bir dəqiqəyə Qarabağ çox gözəl gol idi. Çox gözəl gol idi. Əla kombinasiyaydı Reynaldo, Daşdəmirov və hər şey sanki notlarla olunmuşdu. Mükəmməl bir zərbə idi. Bax, belə epizodlarda, belə nöqtələrdə futbolçunun vaxtilə hücumcu keyfiyyətlərinin olması, hücumcu kimi oynaması üzə çıxır və o toxunuş, bir toxunuşu elə formada eləməsi, o nöqtədən elə gözəl zərbə vurması, baxaq, klassik hücum müdafiədən gəldi orada. Daşdəmirov səhv eləmirəmsə, ötürmə və bir toxunuş. Reynaldo topu Daşdəmirov ötürdü, daha sonra Daşdəmirov əla gördü. Sanki Daşdəmirov həmin zonaya baxmır, əslində baxışlarından belə orada kimsə gəlib qapamalıdır həmin hücumu. Amma apardı. Bütün müdafiəçilərin diqqəti orada Dino, Dani və digərlərinə yönəldi. İlqar Qurbanov isə oğlu. Oyun onu rast salır. 2-0 hesabı öndədir Qarabağ. Abilayev yaxşı ötürmə. Amil Yunanov Esferi qazandı. Bu dəfə də bayraq qalxdı yenə də havaya. Oyundan kənar vəziyyət qeyd aldı və... Bəli, oyundan kənar vəziyyət var imiş. Bu canfəşanlığın mənası yox imiş. Baxaq epizodun təkrarına hər halda. Bu da xeyli şübhəli bir məqamdır. Orada İlqar Qurbanovla eyni xəttə əlbəttə xəyali xət çəkib baxmaq lazımdır. Şübhəli, amma Amil Yunanov özünü göstərir. Amma geriyə ötürmə də ola bilər, yox. Geriyə ötürmə olmadı. İsmailzadə. Qapı qarşısına onun ötürməsi, hücum davam edir. Və fərq anlatma olar Azər Salahlı. Çox gözəl imkan amma Bədavi Hüseynov sonunda orada toxunuş elədi. Yaxşı imkanı var idi Sumqayıtın hesab fərqini azaltmaq üçün. Baxırıq epizodun təkrarına. Yox. Hətta deyəsən Şeyçə deyəsən topda. Şeyçə hətta Coşqun Diniyev Bədavi azaldakı çıxışı, ondan sonra aldığı zədə. Xüsusən də zədə xeyli müddət oynamadı. İndi deyərdim ki, iki fərqli futbolçu. Yəni mən xatırlayıram ötən mövsümdəki Azaldakı kapitan Saymur Asadovu. Tam fərqli oyunculardır. Və indi tamam fərqli futbolçudur. Bəlkə zamana ehtiyacı var.
Görək. Bəlkə də elə Tərlan Əhmədov ona görə onu verdi. Yəni belə futbolçunu əldən vermək istəməzdi. Abbasov çətin vəziyyətdə orada zərbə indirdi. Afərin Mir Abdullah Abbasova. Hətta zərbə də yox, topa belə deyək, zorla toxundu. Çox çətinliklə toxundu topa. Baxırıq epizodun təkrarına, yəni ona Medvedev imkan vermədi bununla belə. Bəli, çiyinlərində daşıdı Medvedev özü ilə birgə cərimə meydana çıxdı. Dani out və artıq son demək olar ki 1 dəqiqə. Sabah daha 2 maç var. Saat 16'da Azal Kəpəz. 18:30'da Zirə Neftçi oyunları. Təbii ki bu qarşılaşmaları siz CBC Sport ekranlarından canlı yayımda izləyə biləcəksiniz. Dani topu qəbul etdi. Dani sol canlı oynadı Arif Daşdəmirov. Son hücumlardan biri Dino! Bu qolu görmək üçün 93-3 dəqiqə arzuda çatdı və fikir verin. Topaz Premier Liqasında Dinon Dlovu ilk qoluna imza atır. Bu Qarabağın heyətində vurduğu ikinci topdu. Birincisini Florensia'da Fiorentina'nın qapısına vurmuşdu. Gözəl qol alınmışdı və Dino görünür ki vuranda da gözəl qolları vurur. Arif Daşdəmirov yadında deyil, bəlkə özünün də yadında deyil. Sonuncu dəfə nə vaxt bir oyunda 2 məhsuldar ötürmə eləmişdi. Dino bu qolu çox istəyirdi Dino, yəni bu gün çox çalışırdı və nəhayət ki vura bildi. Baxırıq epizodun təkrarına, sol cinatdan ötürmə və çox gözəl zərbə sol ayağı ilə. Sadəcə futbolcu hücumçu nəzarətsiz qalmışdı. Yaxşı hücumçudur, yaxşı səviyyəsi var və əlbəttə ki bu imkanlardan yararlanır. Dediyim kimi 93-3 dəqiqə gözləməyə dəyərdi ki Qarabağın bu 3-cü qolunu bu gözəllikdə beləcə görəsən. Artıq bunun əvvəl də oyunun taleyi şübhə doğurmurdu. Qarabağ artıq rəsmən 3 xalı aktivinə yazmağa çox yaxındır. Xalın 16-ya yüksəldir Ağdamlılar. Və görür ki, 2 maçın artıq. Interlə xallarını bərabərləşdirir. Qəbələ ilə xal